بسم الله الرحمن الرحيم اللهم قوِّني فيه على إقامة أمرك وأذقني فيه حلاوة ذكرك وأوزعني فيه لأعطاء شكرك بكرمك واحفظني فيه بحفظك وسترك يا أبصر الناظرين. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin ve sallallahu ala seyyidina Muhammed ve alihi tahirin. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil ferecahum. Ramazan ayının 4. gününün duası. Allahümme qavvini fihi ala iqamete emrik ve aziqni fihi halavete zikrik ve avzi'ni fihi li edai şukrike bi keremik ve ahfazni fihi bihifzike ve sitrik ya ebsaran nazirin. Duanın tərcüməsi budur ki, ilahi, bu gündə məni sənin əmrlərini yerinə yetirməyə qüvvətləndir. Mənə zikrinin şirinliyini daddır. Kərəm və səxavətinlə məni sənə şükür etməyə müvəffəq et. Məni öz hifzin və örtüyünlə qoru. Ey görənlərin ən görənim. Bu duanın izahı əvvəla birinci budur ki, Allahdan istəyirik ki, ilahi, məni sənin əmrlərini yerinə yetirməyə qüvvətləndir. Bu duanın tərcüməsinə, izahına keçid alıram. Əvvəla buyurur ki, birinci məsələ budur ki, məni sənin əmrlərini yetirməyə qüvvətləndir. Baxın, bəzən insan doğru yolu bilir, haqqı tanıyır, iman gətirib, amma zəiflik ucbatından, süslük ucbatından, tənbəllik ucbatından müəyyən əmrləri icra eləmir. Allahın buyruqlarına tabi olmur. Ona görə bilmək kifayət eləmir. O zaman o bildiklərimiz, eşitdiklərimiz fayda verir ki, biz onu həyatımızda tətbiq eləyək, əməl eləyək. Ona görə duada buyurur ki, ilahi, o bildiyim əmrləri yerinə yetirməkdə mənə güc qüvvət ver ki, onları icra eləyim. Allahdan yalnız bağışlanma yox, həm də Allahdan nə istəyirik? İlahi, bizə itaət gücü ver. Bizə bəndəçilik gücü ver ki, biz itaətdə qüvvətli olaq. Və ardıca ikinci buyurur ki, mənə zikrinin şirinliyini dadızdır. Baxın, zikir qismləri var da, bir ləfzi zikir var, dildə söylənilən zikir, bir də qəlbi zikir var, ruhi zikir var. Dil zikir edər, amma qəlb o zikirdən ləzzət almaz. Və o ibadət insana ağır gələr. Bu dua bizə bunu başa salır ki, ibadətin ruhu ləzzətini istəməyə, o etdiyin zikirlərin ləzzətini anlamağa, dadmağa bizi sövq elətdirir. Etdiyin o ləfsi zikirlər sənin ruhunda elə bir inkişaf elətdirməlidir, ruhunda paklıq yaratmalıdır, nuraniyyət yaratmalıdır ki, o zikirin şirinliyini dadmalısan, zikirdən ləzzət almalısan. Və ibadətin şirinliyi, bəndəçiliyin şirinliyi, zikrin şirinliyi o zaman, o vaxt insana şamil olur ki, qəlb paklaşır. Və Ramazan ayının işi də budur ki, sənin qəlbini o qədər səliqə səhmana salır ki, o qədər paklayır ki, artıq yerinə yetirdiyin itaətlərin, zikirlərin, bəndəçiliyin artıq ləzzətini alırsan, dadırsan.
Və üçüncü buyurur ki, məni şükr etməyə müvəffəq et. Bəli, niyə şükr etmək? Çünki şükr edən bəndə bütün nemətlərin sahibini Allah bilir. Və o şükr etdikcə Allahın ona olan nemətləri çoxalır. Çünki ayədə Allah Teala özü də buyurur ki, şükr etsə sizə olan nemətlərimi çoxaldacam. Bəli. Şükür sadəcə elə tək ləfsi şükür deyil, əlhəmdülillahdan ibarət deyil. Şükür neməti tanımaq, nemət sahibini tanımaq və neməti doğru yerdə istifadə etmək, neməti verəni unutmamaq, daim nemətin, o xeyirlərin Allahdan olduğunu bilmək. Ona görə bu Ramazan ayı da Allahın ən böyük nemətlərindəndir ki, bunun fərqində olaq. Və dördüncü buyurur ki, duada məni öz hifzim və örtüyünlə qoru. Baxın, Allah qoruyandır, hifz edəndir. Bununla yanaşı Allah setirdir, yəni örtən, gizlədən, ya sattarələ uyub, eybləri örtən, gizlədən və yalnız gözəllikləri, yaxşılıqları göstərən. Allahın bəndə ilə münasibəti belədir. Allah bizim gözəl əməllərimizi təqdim eləyir, göstərir, aşkar eləyir, amma eyblərimizin üstünə pərdə atır. Yaxşıdır ki, bu Ramazan ayında, Ramazan ayı bizə bunu öyrədir ki, Allah necə sattaral uyubdur, necə eybləri örtüb sənin gözəlliklərini göstərəndir. Əgər Allah eyblərimizi açsaydı, heç birimiz başımızı qaldırıb gəzə bilməzdik. Amma Allah bizi örtür, gizlədir, nöqsanlarımızı, eyblərimizi. Bu dua bizə bir təvazu halı göstərir, öyrədir. Bizdə bir qorxu hissi yaradır. Ümidlə qorxu hissi yaradır bizdə ki, daim diqqətin Allaha yönəlsin. Allaha yönəlsin daim diqqətin. Və elə bu dua bizə öyrədir ki, ey möminlər, Ramazanın 4-cü günündə Allahdan ibadət üçün güc istə, zikr üçün ləzzət istə, nemət üçün şükür et və Allahın qorumasına, onun hifz eləməsinə sığın. Bu da 4-cü günün duası. Və salamu aleykum və rəhmətullah.